Amma adam gülləliblər, ağarıblar, heç mən də bilmədim. Paytaxtın Yasamal rayon ərazisində, daha dəqiq desək, Arif Mehdiyev küçəsində hazırda durduğum bax bu ərazidə oktyabrın 16-sı səhər saatlarında silahlı insident baş verib. Bax, təxminən bu ərazilərdə. Hazırda həmin əraziyə daxil ola bilmirik, çünki hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Mən elə özüm burada qalıram. Burada qalıram, 2-3 ildir burada qalıram. Həmişə də bu obyektə gəlib getmişəm, dostumun obyektidir. Heç vaxt burada nə dava, nə dalaş eşitməmişəm. Aşağıya düşəndə dostum dedi ki, amma adam gülləliblər, ağarıblar, heç mən də bilmədim. Elə gəldim, dedilər obyekt bağlıdır, elə indi xəbərim oldu. Hadisə deyilənə görə, mənə çatana görə saat 5-6-ma belə, səhər-səhər. Maksimum dedi 7-də işləmir saat. oktyabr 2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbi ilə 1995-ci il təvəllüdlü 2 nəfər klinik tibbi mərkəzin təcil və təxirə salınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasientlərin müalicəsi tibb müəssisəsinin travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Biz də hazırda kliniki tibbi mərkəzin təcil yardım şöbəsinin qarşısındayıq. Media nümayəndələrinə mikrofon və kameralara içəri daxil olmaq qadağandır. Elə bu səbəbdən də telefonla çəkirəm. Aldığım şifahi məlumata görə vəziyyəti stabil olan şəxs artıq evə buraxılıb, digərinin vəziyyəti isə ağır olaraq qalır.